Herkese salam, kanalıma hoş geldiniz. Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla görüntüsünü yayımlayıb. Axşamaz xəbər verir ki, cütlük fotoqrafı Zeynal Məmmədinin toy mərasiminə qatılıb. Məclisdən görüntülər sosial şəbəkə hesabında paylaşan sənətçi səmimi anları ilə diqqət çəkib. Belə ki, gecədə müğənni Günel Zeynalovanın ifası zamanı Sevda həyat yoldaşının öpərək sevgisini nümayiş etdirib. Cütlüyün romantik anları izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Zakir və Sevda cütlüyünün 2 qız övladı var. Söz edən görüntüləri Her zaman xoş günlərdə görüşək. Bu günləri dostumuz Zeynal Məmmədlinin toyudur. Bütün dostlar gəlmişik onu təbrik eləməyə. Zeynal, xoşbəxt ol. Xoşbəxt. İnşallah Geldiğiniz ürək kiminlər sizi də ürək açandır. Aram getmək istəmir. Xoşbəxt olun Zeynal. İkinize bir sevda yazım. Onu ben